Bilirsiniz necədir, dostlar? İxtisas seçmək bir dərddir, amma hansı universiteti seçəcəyini müəyyənləşdirmək bəzən daha da çətindir. UNEC'in diplomu tanınır, ADA müasir mühitə görə seçilir, bunun isə tarixi çəkisi var. İnsan fikirləşir, hansını seçsəm gələcəyim üçün daha yaxşı olar. Məncə əsas olan budur, sənə uyğun olan, səni inkişaf etdirəcək universiteti tapmaq. Bəs sizcə beynəlxalq və Avropa reytinqlərinə görə Azərbaycanın ən güclü universiteti hansıdır? Gəlin birlikdə ilk 10-luğa baxaq. 10. Azərbaycan Memarlıq və İnşaat Universiteti. AZMÜ, Memarlıq və İnşaat Universiteti. AZMÜ ölkənin memarlıq və inşaat sahəsində ixtisaslaşmış yeganə universitetidir. Burada şəhərsalma, konstruksiya mühəndisliyi və memarlıq sahələrində ixtisaslaşmaq mümkündür. Laboratoriyalar, maket hazırlama otaqları və praktiki yönümlü dərslər təklif olunur. Əgər sən tikinti və memarlıq sahəsində nəsə yaratmaq istəyirsənsə, AZMÜ sənə uyğundur. 9. Bakı Mühəndislik Universiteti. Bakı Mühəndislik Universiteti nisbətən gənc olsa da sürətlə inkişaf edir. Xarici dillərdə tədris, texnoloji yönümlü proqramlar və mühəndislik sahəsində tərəfdaşlıqları onu gələcək üçün ümidverici edir. Avropada ilk 600'lükdə yer almaq da bunun sübutudur. 8. Azərbaycan Texniki Universiteti. AZTU, yəni Azərbaycan Texniki Universiteti, ölkənin əsas mühəndislik məktəblərindən biridir. Burada elektroenergetika, avtomatika və nəqliyyat sahələrində peşəkar təhsil almaq mümkündür. Ənənə ilə innovasiyanı birləşdirən AZTU, praktik yönümlü tədrisi və texniki bazası ilə seçilir. 10 illərdə beynəlxalq layihələrə qoşulması və texnoloji yönümlü startaplara dəstək verməsi ilə diqqət çəkir. Texniki sahədə gələcəyini qurmaq istəyənlər üçün yaxşı seçimdir. 7. Sumqayıt Dövlət Universiteti. Sumqayıt Dövlət Universiteti son illərdə ciddi inkişaf göstərərək ilk dəfə beynəlxalq reytinqlərə daxil olub. Xüsusilə təbiət elmləri, fizika, kimya və mühəndislik sahələri üzrə bazası güclüdür. Sumqayıt şəhərinin sənaye potensialı ilə əlaqəli ixtisaslar burada daha çox ön plana çıxır. Rahat və səmimi təhsil mühiti axtaranlar üçün uyğun məkandır. 6. Bakı Ali Neft Məktəbi. Bakı Ali Neft Məktəbi az saylı, amma keyfiyyətli proqramlara malik universitetlərdəndir. SOCAR-ın dəstəyi ilə yaradılıb və əsasən neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və ETS sahələrində fəaliyyət göstərir. Burada dərslər ingilis dilindədir və məzunların əksəriyyəti iş tapmaqda çətinlik çəkmir. Əgər məqsədin birbaşa sənayeyə çıxışdırsa, BAM real fürsətdir. 5. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. ADMSU, ölkənin enerji və sənaye sektoruna 100 illərdir kadr hazırlayan texniki təhsil ocağıdır. Burada mühəndislik, informasiya texnologiyaları və avtomatika sahələri üzrə keyfiyyətli təhsil təklif olunur. GS Evropada 394-cü yer onu yalnız ölkə daxilində deyil, regionda da tanınan edir. Əgər sən texniki sahədə oxumaq istəyirsənsə, bu universitetə baxmadan keçmə. 4. ADA. ADA Universiteti, diplomatiya, beynəlxalq münasibətlər, texnologiya və biznes sahəsində müasir yanaşma ilə fərqlənir. Universitetin kampusu təkcə təhsil deyil, həm də sosial həyat baxımından çox zəngindir. Burada tələbələr təkcə dərs oxumur, liderlik bacarığı, analitik düşüncə və mədəniyyətlərarası ünsiyyət də formalaşdırılır. ADA-nın tədris dili ingiliscədir və rəqabət çox yüksəkdir. 3. Azərbaycan Dövlət İqtisad Universiteti. UNEC, Azərbaycanın iqtisadi təhsil mərkəzidir. Burada iqtisadiyyat, maliyyə, idarə etmə kimi sahələr üzrə həm dövlət, həm də qlobal yönlü proqramlar mövcuddur. Tədris 3 dildə, Azərbaycan, Rus və İngilis dilində aparılır. UNEC-in GS Avropa sıralamasında 281-ci yerə yüksəlməsi təsdiq edir ki, bu universitet artıq regional deyil, qlobal səviyyədə də tanınır. 2. Bakı Dövlət Universiteti. Bakı Dövlət Universiteti, yəni BDU, Azərbaycanda ali təhsilin simvoludur.
Burada 100 illik tarifi olan fakültələr, güclü akademik kadrlar və çoxşaxəli ixtisaslar var. GS World reytinqində yer alması onu beynəlxalq səviyyədə də tanınan bir mərkəzə çevirir. Əgər sənə həm köklü ənənə, həm də elmi inkişaf mühiti vacibdirsə, bu yaxşı seçimdir. 1. Xəzər Universiteti. Xəzər Universiteti Azərbaycanın ilk özəl ali məktəblərindən biri kimi həm çevikliyi, həm də beynəlxalq yönümlü tədrisi ilə seçilir. Burada dərslərin əksəriyyəti ingilis dilində keçir, xarici müəllimlər və qlobal əlaqələr üstünlük təşkil edir. Elmi tədqiqatlara da ciddi diqqət ayrılır. GS Avropa sıralamasında 363-cü yerdə olması təsadüfi deyil. Özəl, amma keyfiyyətli təhsil axtarırsansa, Xəzərə baxmalısan. Əgər indi universitet seçməli olsaydınız, hansı universiteti seçərdiniz və niyə? Videonu bəyəndinizsə, bəyən düyməsini basmağı və kanala abunə olmağı unutmayın.